Aha, Məndə hansı sual? Mən də 36-ya baxa Mən Ot- bilərik. 36'ya. Mən Qarabağ Kaynazoyda yaranıb da. Qarabağ vulkanik yaylası Kaynazoyda yaranıb. Qarabağ sıra dağları, Murov silsiləsi o Mezoidadır. Mezozoyda yaranıb. Bəli, burada vulkanik yayladan yox, Qarabağ silsiləsindən söhbət gedir. Vulkanik yayla olsaydı o Kaynazoyun dördüncü dövrü deyəcəkdik. Qarabağın yüksək hissəsində Mezozoy süxurlar var. Təbii ki, ətəyində Kaynazoy süxurlar da var, amma əsas yəni yüksək dağlıq ərazilər, yəni dağlıq hissələr Mezozoy gedir də bizdə. Buyurun. Mən 35'e baxanda. 35 Hə, indi burada 36-da nə problem var ümumiyyətlə? Nə çətinliyi var? Onu deyin zəhmət olmasa. Mən elə Qarabağda qalmışdım, Aha. özür səhv gedir. Orada Qarabağ adında 3 dənə ümumiyyətlə ərazi var. Qarabağ silsiləsi var, Qarabağ vulkanik yaylası var, bir də Qarabağ düzənliyi var. Düzənlik Kür çökəkliyinə aiddir. Qarabağ silsiləsi də, Qarabağ vulkanik yaylası da Kiçik Qafqaza aiddir. Sadəcə olaraq vulkanik yayla sonradan yaranıb. Buyurun. Mən 35'e baxanda cəmi. 35'ə. Bu ərazilər hansı ərazilərdir? Kiçik Qafqaz. Kiçik Qafqaz tektonik zonasıdır. Ümumiyyətlə ərazi olaraq haradır? Naxçıvan. Zəngəz və Zəngəzur dağlıq dağları, hissələri, bir də Talış dağları. Talış dağları. Tavus dağları. Bunlar hər ikisi, bu dağ silsilələri hansı, yəni Kiçik Qafqaz. Naxçıvan dağları ilə Talış dağları hansı tektonik zonada yerləşir? Kiçik Qafqaz. Kiçik Qafqazda. Bəs hansını yazmışdım bu sualda? Mən C yazdım. C yazmışdım. Polimetal ehtiyatlar. Yadında saxla ki, Talış dağları təbii sərvətindən çox zəif təmin olunub. Ümumiyyətlə, yəni burada filiz faydalı qazıntılara rast gəlinmir. Sağ olun mən. Polimetal qarışıq metal deməkdir. Polimetal ehtiyatlar Azərbaycanda əsasən harda yayılıb onu da deyim. Demək, Balakan-Zaqatala ərazisində, Kiçik Qafqaz ərazisində, bir də Naxçıvan ərazisində. İndi təbii sərvətlər keçəndə qeyd eləyəcəm. Sonra 42. 45 mənim. 45-ci sual, 42-ci sual. Xəritə sxemində A-dan B-yə doğru geoloji süxurların yaşlarına görə düzgün sırasını müəyyən edin. Uşaqlar, burada görürük ki, Qarabağ silsiləsindən Qarabağ vulkanik yaylasına doğru bir dəyişiklik var. Yura Qarabağ təbəə. silsiləsi A-dır. Deməli, Qarabağ silsiləsində hansı yerə aid süxurlar yayılacaq? Yura. Yura. Təbaşir. Sonra B-yə getdikcə Kaynozoy, Paleogen, Antropogen. Dördüncü dövr. Vulkanik yayla Antropogendir. A variantı. Bunu yadınızda saxlayın. Bu bir qaydadır. Yəni bu bölgə üçün bu xüsusi bir sualda, yəni bu ərazini öyrənməyə imkan verir. Ya. Sonra 45 mənim. 44-cü sual. 45. 45. Bəli. 45. Xəritə sxemdə rəqəmlərlə verilən məntəqələr üçün səciyyəvi olan süxurları geoloji yaşının artma ardıcıllığını müəyyən edin. Azərbaycanda ən cavan süxurlar bu rəqəmlər içərisində harda yayılıb? Birdə. Bir Böyük Qafqazdadır. Böyük Qafqazda hansı eranın süxurları yayılıb? Dağlıq hissələr hansı eraydı? Kaynazoy. Təbaş. Mezozoy. Mezozoyun. Mezozoy. Aha. Mezozoy. Bəs digər rəqəmlərdən hansını tapa bildik? 2. 2 hansıdır? Salyan olan. Salyan. Yox, Cənub-Şərqi Şirvan düzdür. Hansı eraya aiddir? Antropogen. Kaynazoy da özü də Antropogen. Kaynazoy. Yəni dördüncü dövr. Deməli, ən cavan burada hansı olacaq? 2. 2. Sonra ondan sonra gələn cavan süxur hansıdır? 4. 4. Dördüncü. Çünki o da Kaynazoya aiddir. Amma Ceyrançöl Kaynazoyun Antropogen dövrünə yox, Neogen dövrünə aiddir. Düzdür? Ondan bir dövr irəlidədir. Sonra gəldi hansı? Şahdağ. Sonra hansı gələcək? 1, sonra da 3. 1. Mezozoydur çünki 1 Mezozoy. Burada ən qədim süxur 3-dür. Niyə? Çünki o hansı erada yayılıb? Yaranıb.
Paleozoyda Əsrikçay Zəyəmçay hövzəsində bura. Kiçik Qafqazın şimalı Əsrikçay Zəyəmçay hövzəsi. O ən qədim suxurdur bu digər suxurlarla müqayisədə. Düzdür? Demək 3 paleozoydur. 4 kaynozoydu amma neogen dövrü. 2 kaynozoydu antropogen dövrü. Bir də mezozoydu. Yura təbaşir. Yəni Yura dövrünü deyə bilərik yüksək hissələr. Fərqi yoxdur. Yəni burada ikisi ilk gələcək kaynozoy suxurları, daha doğrusu 2 ilə 4. Sonra ən axırda isə 3 gələcək. O paleozoy yaşlı suxur olduğu üçün ən qədimdir bu birlərlə müqayisədə. Yəni Azərbaycanda ən B qədim. variantı. Sonra hansı sual? 54'te ikinci olan haradır Naxçıvanda? 54. Hı hı. Müəllim, ora Ordubad deyil. Paleogen yaşlı suxurlar. Uşaqlar paleogen yaşlı Paleogen suxurlar aid demişdi deyil. Azərbaycanda əsasən harda yayılıb? Talışda. Kiçik Qafqaz. Naxçıvan Kiçik dağları Qafqaz. eyni mərhələdə yaranıb. Bir də harda idi əsasən? Böyük Qafqazın cənub-şərq hissəsi. Demək, cavabımız olacaq 1, 2, 3. Ben birisi Değil. götürmüştüm, ikisini götürmemiştim. Aha. Yadınızda saxlayın 3 yer. Talış dağları, Naxçıvan dağları, bir də Böyük Qafqazın cənub-şərq hissəsi. İndi bu suallardan əzbərləmək lazımdır. Paleogen yaşlı suxurlar hardadır? Sonra. Aha. Deyirsiniz. Məndə yoxdur, amma müəllim 64-ə baxmışam. 64. Bəli, müəllim, o çox baxmışam. Yaxşı. Baxaq. Neogen yaşlı suxurlar. Azərbaycanda neogen yaşlı suxurlar Qobustan, Abşeron. Demək, Aznahur, Ceyrançöl. Bir də harda yerləşir? Qobustan, Abşeron, Aznahur, Ceyrançöl. Bir də Qusar, Maili düzəni. Əsasən bu hissələrdə, düzdürmü? Bunlardan hansı məhz həmin bölgədə yerləşir? A, A'da A, şey bəli. yer Bəli, A. Gəldi Yura dövrü. Ceyrançöl. Yura dövrü hansı hissələrdədir? Yüksək dağlıq hissələrdə, düzdürmü? Yüksək dağlıqda bu yerləşən ərazilərdə Zeydə burada hansı var? T olar. C bəndi, bəli. Böyük Bəs bu Qafqazın. D ilə Bəli. Y-də dağlıq hissədədir axı. O hara aiddir? Naxçıvan dağlarına aiddir. Bir də Paleogen Talış. deyil. Talışla Naxçıvan paleogen Paleogenə yaşayır, aiddir düzdür? mənim. D ilə Y-də bura Paleo- aiddir. Qaldı bir dənə B. B-ni silirik. Bəli. Niyə? Çünki o kür Gen çökəkliyinin tam ortasında kaynozoy yaşlı 4-cü dövr suxurlardır. Antropogen. Antropogen. Aha. Deyin. Başa düşmürəm, sağ ol. Aha. Demək 4-ü ona görə götürmürdük ki, o Küraraz ovalına düşür. O antropogendir. Küraraz kür çökəkliyi ən cavan suxurlardır. Antropogen suxurları olmadığına görə onu heç birisinə aid edə bilmədik. Başqa sual qaldı mı? Ben Sağ ol müəllim. 63. İndi isə Azərbaycan Respublikasının faydalı qazıntılarını keçəcəyik. Kimse 63 demişti. Mən bunu səhvən öyrənmişdim dərsə. Aha. 10-cu sinif. Uşaqlar, sizə onun sinifini səhv eləmirəmsə kitabını atmışdım. 60. Onun sinifin coğrafiya dərsliyini atmışdım səhv eləmirəmsə, düzdür? Ben atıpsız. Aha. Demək, həmin mövzudadır təbii sərvətlərimiz əsasən. Azərbaycan Respublikasının mineral ehtiyatları. Birinci onu qeyd eləyək ki, mineral ehtiyat nədir? Ümumiyyətlə, təbii sərvət nədir? Təbii sərvət ona görə deyirik ki, bir şeyə sərvət deyirik. Təbii ki, o bizim üçün mühüm əhəmiyyət daşıyır. Niyə? Çünki istehsal sahələri, ümumiyyətlə təsərrüfat sahələri məhz sərvətlərdən asılı olaraq dəyişir. Bilirsiniz ki, hansı ölkələrin sərvəti çoxdursa, adətən onların başqa ölkələrdən asılılığı müəyyən dərəcədə aradan qalxır və
istehsal üçün özlərində kifayət qədər məhsul olur. Amma sərvətlər hamısı sadəcə yerdən çıxarılmır. Təbii sərvətlər əsasən ekoloji cəhətdən iki qrupa ayrılır. Tükənən və demək tükənməyən. İndi onları mən qeyd edəcəm burada. Demək, tükənməyən hansı sərvətlər var? Günəş enerjisi Azərbaycanda çoxdur. Çünki Azərbaycan düzənlik ərazilər isti və quraq keçir. Abşeron, Qobustan ərazisi və s. Bu kimi ərazilər, Kür ərazidir, məsələn, Samur, Dəvəçi, Naxçıvan əraziləri. Burada günəş enerjisi çoxdur. Kifayət qədər, yəni buradan enerji almağımız mümkündür. Sonra külək enerjisi. Külək enerjisi də xüsusilə Abşeron ərazisi, böyük Kiçik Qafqaz, Azərbaycanın qərb hissəsində güclü küləklər əsir. Azərbaycanda Abşeron, Qobustanda birisi Xəzri, Gilavar əsir. Bu bölgələrdə də külək enerjisi almaq mümkündür. Həm də Xəzərlə Quru arasında təzyiq fərqi yaranır. Sonra geotermal. Geotermal yerin daxili enerjisidir. Yəni bizdə birisi seismik proseslərə aktiv deyə sular istidir. Enerji almaq mümkündür. Yəni bu və yaxud bu isti sulardan binaların və s. qızdırılmasında istifadə etmək mümkündür. Sonra iqlim ehtiyatlardır. Bizdə kifayət qədər yaxşı təmin olunub. Çünki dedik günəş işığı və istilik boldur. Aqroiqlim ehtiyatları da çoxdur. Başqa nələr var? Başqa məsələn qabarma çəkilmə var. Bizdə yoxdur. Çünki qabarma çəkilmə enerjisi ona görə bizdə yoxdur ki, bizdə okean sahilində ərazimiz mövcud deyil. Yəni bu səbəbdən bizdə, yəni Xəzərdə baş verən qabarmalar çox kiçik ola bilər, bir neçə santimetr. Ondan da enerji almaq mümkün deyil. Yəni bu tip istifadə imkanları olan ehtiyatlar tükənməyən ehtiyatlardır. Amma tükənən ehtiyatlar özləri də iki qrupa bölünür. Bərpa oluna bilən, bərpa oluna bilən. Yenidən bərpa olunabilir. Olunan, bir də olunmayan, bərpa olunmayan. Belə. Bərpa olunan ehtiyatlar hansılardır? Torpaqdır, sudur, meşədir, havadır. Məsələn, havanı çirkləndirib bərpa eləmək olar. Meşəni qırıb yenidən yerinə ağac əkmək mümkündür. Və ya sahəsini artırmaq olar. Torpağı çirkləndirib yenidən təmizləmək olar. Buna rekultivasiya edirlər. Məsələn, sənaye tullantılar var. Məsələn, Abşeron ətrafı ərazilər. Yadınızdadsa Balaxanı zibillik sonradan təmizləndi. Və ya Abşeron ətrafı, məsələn, filiz faydalı qazıntıların çıxarılması nəticəsində torpaqların üzərinə xeyli miqdarda tullantı atıldı. Sonradan həmin tullantılar torpaq üzərindən təmizləndi. Sonra deyək ki, su mənbələri çirklənib yenidən bərpa edilə bilər, yenidən təmizlənə bilər və s. Bunlar bərpa olunanlardır. Amma demək olar ki, bu təbii sərvətlər hansı ki, torpaqdır, meşədir, sudur, Azərbaycanda adam başına çox azdır. Yəni normadan aşağıdır. Çünki Azərbaycan ümumiyyətlə əhalisi sıx olan bir ölkədir. Çünki dünyada ortalama sıxlıq 59 nəfərdir hər kvadrat kilometrə. Bizdə ondan 2 dəfə artıq sıxlıq mövcuddur. O səbəbdən Azərbaycanda torpaq ehtiyatı dünya göstəricisindən aşağıdır. Su ehtiyatları müəyyən qədər azdır. Çünki Azərbaycan su resurslarının çox hissəsi, yəni 70%-dən çoxu xarici ölkələrdə formalaşıb Azərbaycana daxil olur. Çayları 30% Azərbaycan ərazisində formalaşır təxminən. Bu da Azərbaycanın şirin su ehtiyatı probleminin yaranması mümkün olan ölkələr sırasına daxil edir. Meşə ehtiyatları da 11%-dir. Normalda sənaye əhəmiyyətli olması üçün 25%-dən çox meşə olmalıdır ölkədə. Bizdə də yenə dediyim kimi aşağı göstəricidir. Bu ehtiyatlar bizdə azdır. Amma tükənib bərpa olunandır. Yəni sayını artıra bilərik, belə deyək. Bərpa olunmayanlar isə faydalı qazıntılardır. Faydalı qazıntılar əsasən yerin təkindən çıxarılır, yəni yerin altından çıxarılır. Ki bu ehtiyatlar təbii ki zamanla yaranır. Məsələn, milyon il bundan əvvəl yerin altına deyək ki, bitki və heyvan qalıqları toplanıb. Zamanla o nəyə çevrilir? Məsələn, neftə qaz. Əgər biz həmin o bitki və heyvan qalıqlarından yaranmış nefti qazı götürürüksə, da bir də yerində təbii ki formalaşmır. Çünki o zamanla ora çökmüşdü və biz onu götürdük. Yəni artıq orada həmin təbii sərvət tükənmiş oldu. Yəni bu faydalı qazıntılar zamanla tükənməyə doğru gedir. Ki təbii sərvətlər içərisində faydalı qazıntılar əsasən 3 qrupa ayrılır. Yanar faydalı qazıntılar, filiz faydalı qazıntılar, bir də nələr? Qeyri-filizlər. Yanar faydalı qazıntılar hansılardır? Kim saya bilər? Nefti, Yanaşist, neft, bir də qaz. Yanaşisti, Demək, qaz. qaz, yanacaq vermə Yanaşist. qabiliyyətinə görə düzürəm. Daş, kömür, bəli. sonra torf, sonra şist ehtiyatı. Yanaşist. Bəli, yanaşist.
Bunlardan ikisi bizdə demək olar ki, yoxdur. Daş kömürlə torf ehtiyatı. Çünki yəni bizdə çökmə sularda neft qaz gəlib daş kömürün əvəzinə. Torf da bataqlıqlar üzərində illərlə bitən bitkilərin yanaraq qalıqlarının üst-üstə toplanması Mamırlardan nəticəsində yaranır. yaranır. Qalıqlar 30 sm keçərsə, o zaman ondan torf yanacağı kimi istifadə olunur. Qarnaul adında yanacaq istehsal olunur. Bizdə bataqlılar geniş yayılmayıb, yəni bu tip bataqlılar inkişaf eləməyib deyə ondan yanacaq kimi istifadə edəmirik. Şist az ərazidə də əsasən Qobustan, demək İsmayıllı və Quba ərazilərində yayılıbdır. Amma şist o qədər məşhur yanacaq növü deyil. Çünki yanacaq vermə qabiliyyəti azdır. Təsərrüfatda istifadə xüsusiyyəti zəifdir. O səbəbdən daxili tələbat üçün, yerli tələbat üçün daha çox istifadə olunur. Bərk olur, bərk bir maddədir, daşlaşmış şəkildə qızdıranda maye halına çevrilərək yandırmaq mümkün olur ki, ondan enerji almaq olur. Dediyimiz kimi torf və şistin yanacaq vermə qabiliyyəti az olduğu üçün daha çox daxili tələbatla istifadə olunur. Amma neft, qaz, daş, kömür enerji vermə qabiliyyəti çox deyə xarici bazarda onun payı böyükdür və yaxud belə deyək ki, tələbat çoxdur onlara. İndi gəldik neft ehtiyatlarımız. Neft ehtiyatlarımızın 89,2%-i dənizdən çıxarılır. Qalan hissəsi 10,8% isə qurudan. Bu o deməkdir ki, Azərbaycanda quruda neft ehtiyatları sürətlə azalıb. Vaxtı ilə yadınızdadsa, Azərbaycanda qurudan çoxlu miqdarda neft istismarı olunurdu. Qurudakı neft yataqlarının ehtiyatları yavaş-yavaş azalmağa başlayıb. İndi isə ən çox Xəzərin şelf zonasından demək neft istismar olunur. Azərbaycanda bir dəqiqə bu şəkili istəyirsiniz, mən sizin üçün endirim. Onun üzərində izah edeyim. Bir dəqiqə zəhmət olmasa. Hal-hazırda görürsünüz Azərbaycan təbii sərvətlərinin xəritəsini, düzdür? Bəli. Aha. Bəli, müəllim. Azərbaycanda neft ehtiyatları əsasən Xəzər hövzəsindən çıxarılır. Görürsünüz neftin işarəsini. Yəni bu harda varsa bərabər yanlı üçbucaq, deməli orada neft mövcuddur. Əsasən Xəzərdədir. Ən böyük yataqlarımız Azəri, Çıraq, bir də Ümid, Məşlidir. Xüsusilə bu yataqların adını yadınızda saxlayın. Alovdur, İnamdır, Danulduz, Əşrəf kimi. Bunlar əsasən dənizdə olan neft yataqlarımızdır. Quruda olan neft yataqlarımız isə Allahım, yarımadasının Bibiheybət. ərazisində yerləşən Bakının müxtəlif qəsəbələri, hansı ki, Balaxanıdır, Ramanıdır, Bibiheybətdir, Sabunçu, Pirallaha adası misal göstərilə bilər. Digər bölgələrdən məsələn Siyəzən rayonunu biz misal verə bilərik. Sonra Kür-Araz ovalığını, Kür çökəkliyini misal verə bilərik. Ceyran çöl ərazisini misal verə bilərik ki, bax gördüyünüz kimi Kür çökəkliyində həm Samur Dəvəç ovalığında, həm də demək Abşeron ərazisində quruda neft ehtiyatları var. Respublikamızın cənub bölgəsində ümumiyyətlə təbii sərvətlər kasıbdır. Neft də buna daxildir. Azərbaycanda yanmayan müalicə və əhəmiyyətə malik olan neft ehtiyatı mövcuddur. Dünyada ona bənzər bir neft yoxdur. O da hansı ərazidə yayılıb? Naftalanda, bəli. Azərbaycanın bütün neft ehtiyatları hamısı Kaynazoyda formalaşıb. Yalnız iki neft ehtiyatından başqa bu Azərbaycanda Muradxanlı və Mollakənd yataqlarında yerləşən neft yataqlarıdır. Qalan neft yataqlarımız əsasən hardadır? Dedik, Kaynazoy erasında formalaşan neft Bu ehtiyatı. ikisi isə Mezozoyda. Bəli, bunlar ikisi Mezozoyda formalaşıb. Onun bir hissəsi buradadır, Kürdəmir rayonu, digər hissəsi isə İmişlidədir. Muradxanlı İmişlidə, Mollakənd Kürdəmirdə. Gəldi indi qaz ehtiyatlarına. Qaz ehtiyatları da həm quruda, həm də dənizdə yayılıb. Bu hissədə yayılmış qaz ehtiyatlarımız əsasən Respublikamızın Qaradağ, Qobustan ərazisindədir. Bir də burada Gürcan Zirə qəsəbəsi var. Abşeronun şərq hissəsi var bu bölgə. Yəni quruda yayılanlar. Qalan hissəsi isə dənizdədir. Demək, Qaradağ, Qobustan, Gürcan Zirə quruda. Dənizdə isə Şahdənizdir. Sonra Ümiddir. Sonra Abşerondur. Sonra Bahardır. Bu kimi əsas qaz yataqlarımız var. Xüsusilə Azərbaycanda ən məşhuru Şahdənizdir. Bu qaz yatağının qazını dünya bazarına çıxarmaq üçün Türkiyənin ərazisində Erzurum kəməri çəkilib. Bakı, Erzurum. Neft kəmərlərimiz də var təbii ki. Bakı, Tbilisi, Ceyhan, Rusiya ərazisinə, üzrlüsən Ceyhan da deyirəm, Novorossiysk, Rusiya ərazisinə. Sonra Bakı, Supsa, Gürcüstan ərazisinə, Qaradənizə.
Bir də ondan paralel istiqamətində bir başqa neft kəməri çəkilib. Demək, yenə Bakı, Tbilisi, Ceyhan əsasən Türkiyənin Aralıq dəniz sahillərində. Deməli, bizdə 3 dənə əsas neft kəməri oldu. Bakı, Novorossiysk Rusiyanın Qaradəniz sahillərinə, Bakı, Supsa Gürcüstanın Poti limanına, yəni Gürcüstanda Qaradəniz sahillərinə, Bakı, Tbilisi, Ceyhan isə demək Gürcüstan ərazisindən keçərək Türkiyənin Aralıq dəniz sahillərinə, Ceyhan limanına demək Azərbaycan neftini daşıyır. Bakı, Ərzurum qaz kəməri isə demək Şahdəniz qazını dünya bazarına çıxarmasına xidmət edir. Türkiyə boru kəmərləri ilə birləşir. Bəzən ola bilər ki, bir ərazidə həm neft, həm də qaz yatağı olsun. Ona görə neft qara rəngdə verilir, qara qızıl adlanır bəzən. Amma qaz gözlə görünmür deyə içi boş üçbucaqla verilir. Əgər bir üçbucağın içərisində bir tərəf qara, bir tərəf ağdırsa, deməli burada həm neft, həm də qaz ehtiyatı mövcuddur. Azəri yatağını buna misal verə bilərik. Gəldi indi digər yanacaq növü, hansı ki biz ona şist demişdik. Şist buradadır, İsmailli rayonunda görürsünüz. Quba ərazisində də mövcuddur. Qobustan ərazisində də var ki, şisti haqqında artıq öz qeydimizi eləmişik. Yanar şist ehtiyatı burada öz əksini tapıb görürsünüz, işarəsini də. Bu yanacaq növləri idi. Azərbaycanda daş kömürü yoxdur. Hətta bu daş kömürünün olmaması uzun müddət Azərbaycan ərazisində metallurgiyanın inkişafına mənfi təsir göstərib. Çünki metal əritmək üçün daş kömürə tələbat var idi. Domna və Martin sobalarında daş kömüründən yəni yandırıb ondan alınan istilik hesabından metalı əridirdilər. İndi Azərbaycanda artıq o neft texnologiyası ilə əvəz olunub. O səbəbdən artıq bu sahə inkişaf eləməyə başlayıb. İndi gəldik filiz ehtiyatlarına. Filiz ehtiyatları özləri iki qrupa ayrılır. Hansılar idi onlar? Metal, qeyri-metal. Yox, filiz ehtiyatları metallardır da. Bəli, filiz, Metalların özü, yəni filizlər metallardır. Adətən bilirik ki, bunlar maqmatik metamorfik suxurların tərkibində, yəni bərk suxurların tərkibində olur. Bu səbəbdən Kiçik Qafqazda çoxdur. Çünki Kiçik Qafqaz məhz bu suxurlarla zəngindir. Filiz ehtiyatları əsasən bərk, elektrik keçirən və parlaq olur. Civə bir dənə maye halında olan metaldır əsasən. Demək, filiz ehtiyatları iki qrupa bölünür. Qara və əlvan rəngdə olanlar. Qara metallurgiyaya daxildir dəmir, xrom, manqan. Əlvan metallara da bir çox metallar daxildir. Burada yüngül, ağır var. Məsələn, mis, kobalt, sink, qurğuşun. Bunlar nikel, ağır əlvan metallardır. Yüngül əlvan metallar maqnezium, silisium, məsələn, alüminium kimi metallar. Qiymətli metallar var, məsələn, qızıl, platin, gümüş. Məsələn, çətin əriyən metallar var, məsələn, wolfram, titan kimi, daha doğrusu molibden kimi. O da davamlı var titan, nə bilim, korroziya davamlı var qurğuşun. Geç, yəni parçalanır belə deyək. Paslanmayan qalay var misal. Hər bir metalın bəzi xüsusiyyətləri özəldir özünə məxsus. Ancaq dediyi iki qrupa ayrılır, qara və əlvan. Bu üç metaldan başqa digərləri əlvan sayılır. Ancaq bizdə manqan yoxdur. Dəmir filizi Azərbaycanın bir rayonunda var. O da hansı rayondur? Daşkəsən. Bərabər tərəfli üçbucaqdır. Dəmir işarəsi, yəni enli üçbucaq. Daşkəsən ərazisində 3 dənə dəmir filizi yatağı var. Hansılardır onlar? Dəmiroğlu, Amansay, Haman. Daşkəsən. Bir dənə Cənubi Daşkəsən də qeyd olunurdu. Yəni bunlar əsasən Azərbaycanda olan dəmir filiz yataqlardır. Dəmir polad istehsalında istifadə olunur. Yəni qara metallurgiyada ən çox istifadə olunan metaldır. Qara metallurgiyada dediyi digər metal xromitdir. Bu Kəlbəcər ərazisində mövcuddur. Xromitin şərt işarəsini yəqin ki görürdünüz. Hal-hazırda işarə elədim. Demək, Kəlbəcərdə Göydərə adında xromit ehtiyatı var. Bir də Respublikamızın hansı rayonunda var? Laçında, Laçın, Göydərə, İpək. Bəli. Bu iki rayonda əlavə olaraq civə yataqları da var. Onu da qeyd edeyim. Bu əlvan metaldır. Civə bu işarədir. Yəni ki, çevrə işarəsi kənarları nisbətən qalın olan. Demək, Kəlbəcərdə əsas 3 dənə yataq var. Şorbolaq, Ağı yataq, Lefçay. Laçında da Gilgəsçay, Narzanlı yataqlardır. Demək, bunlar da Kəlbəcər-Laçın ərazisində yayılmış əsas filiz faydalı qazıntılardır. Eyni zamanda Kəlbəcərdə başqa bir filiz ehtiyatı yayılıb, qızıl ehtiyatı. Qızıl ehtiyatının bir hissəsi qara, bir hissəsi ağ olan dairədən ibarətdir. Ki, bəzən belə yadda saxlaya bilirik ki, dedik, qızıl olan insanlar ağ gündə yaşayırlar. Nə bilim, digər hissəsi qara gündə yaşayır məsələn və yaxud Sabirin bir şeyi var, deyir, Adəmi Adəm eləyən paradır, parasız Adəmin üzü qaradır.
Bu hissə qara hissə, digər hissəsi isə yarımçıq hissəsi ağ hissə olan hissədir, qızıl. Yəni Respublikamızda Kəlbəcərdə var Zod və ya Söyüdlü, bir də Qızılbulaq yataqları. Sonra Gədəbəy rayonumuzda var. Zəngilanda da var tabii. Deyəcəm tələsmə. Gədəbəydə Qoşa yatağı, Zəngilanda isə Vecnəli kəndində qızıl yatağı. Azərbaycanda deməli 3 yerdə əsas qızıl yataq oldu. Kəlbəcər, Gədəbəy və Zəngilan. Əslində başqa rayonlarda da var. Məsələn, Ordubadda görürsünüz, şərti işarəsi də var burada. Demək, Qoşa yatağı Azərbaycanda uzun müddət istismar olunan bir qızıl yataq olub. Daşkəsəndə də var əslində. Demək, sadəcə olaraq əsas Gədəbəydir, Kəlbəcərdir. Bir də haranı yadımızda saxlayırıq? Zəngilan. Buyur Mədinə. Müəllim Ordubadda da var ki. Var, ancaq onlar kitabda düşmür. Bizə onun sinif Evet. dərsliyində verilən, demək, Gədəbəy, Kəlbəcər və Zəngilandır. Onları əzbərləməliyik. Gədəbəydə Qoşa yatağı idi. Əvvəldən də bizdə olduğu üçün onu istismar edib Ayrım brendi adı altında dünya bazarına ixrac edirdik. Kəlbəcər və Zəngilanda olan qızıl yataqlar isə ermənilərin işğal altındaydı. Vecnəl kəndi Zəngilanda, demək, Qızılbulaq zonası isə Kəlbəcərdə idi. Onlar yeni bizim demək, yəni ki, belə deyək ki, ərazimiz olub, yəni ki, o işğal altındaydı, istifadə edə bilmirdik. Qızıl yataqlar bunlardır. Sonra bir metal var, çətin əriyən metallar qrupuna daxildir. Molibden adında. Molibden Naxçıvanın Ordubad rayonundadır. Çay dərələrində Diyaqçay, səthə çıxır. Niyə Qarabağçay. çaylar suların yumşaq hissəsini yuyub aparıb, altdan daha bərk hissəsini səthə çıxarır. Yataqların adı necə idi, Fəridə? Diyaqçay, bir də Parağaçay. Parağaçay və Diyaqçay yataqları doğrudur. Parağaçay, Diyaqçay yataqları. Qaldı uşaqlar əsas bir dənə metal qrupu, o da qarışıq metallar. Hə, misi qeyd eləməmişik, üzrlü sayın. Mis Gədəbəy rayonunda Qaradağ adında mis yatağımız var, Qaradağ. Bir də qaldı qarışıq metallar. Biz onlara polimetal deyirik. Bir çox metalın bir yerdə yayıldığı yataqlardır. Fikir verdiksə, ancaq mən burada Kiçik Qafqaz ərazisində olan filiz faydalı qazıntılar sayırdım. Çünki filizin əsas hissəsi Kiçik Qafqazda yayılıb. Kiçik Qafqaz ümumiyyətlə təbii sərvətlə çox zəngin olduğu üçün, rəngarəng olduğu üçün bəzən onu Azərbaycanın Ural da deyirlər. Ural dağlarında çünki 72-dən çox kimyəvi element var. Yəni bu xüsusiyyətinə görə zəngin bir dağdır. Təbii sərvətlərin yayılma arealına görə. Ona görə Kiçik Qafqazda ona bənzədirlər. İndi isə polimetalda artıq biz nəyi deyə bilərik? Böyük Qafqazda deyə bilərik. Böyük Qafqazın Balakan-Zaqatala zonası, yəni Zaqatala-Lahıc fiziki coğrafi rayonunun tərkibində polimetal var. O da çay dərələrində səthə çıxıb. Kastaqçay, Mazımçay, Filizçay, Katexçay yataqlardır. Sonra Qarabağ arasında Mehmana yatağıdır. Əslində bu Kəlbəcərdə verilir. İndi Ağdərə rayonunun arasına düşür. Sonra Şərur rayonunda Gümüşlü yatağıdır ki, bu da Azərbaycanda qarışıq metallardır və metal olan əsas bu hissədə, yəni bir yox, bir neçə metal cəmlənib. Qaldı bizim bir dənə metalımız, onu da unutmayaq. Demək, bilirsiniz ki, metallurgiyada, dedik, qara metallurgiyada dəmirdən çox istifadə olunur. Polad istehsalında və s. Əlvan metallardan da ən çox sənayedə istifadə olunan və böyük tələbat olunan metal alüminiumdur. Alümit nifelin və boksitdən əldə olunur. Bizdə alümit ehtiyatı var. Daşkəsən rayonunda Zəylik ərazisində ki, 17 milyon ton ehtiyatına görə Avropada birinci ehtiyata malik olan alümit yatağıdır. Belə. Demək, yüngül sənayedə əsas alüminiumdan çox istifadə olunur. Ağır sənayedə də dəmirdən, daha doğrusu yüngül sənayedə də deyirəm. Yüngül metallar içərisində ən çox, yəni ki, əlvan metallardan alüminiumda istifadə olunur. Qara metallurgiyada da dəmirdən çox istifadə olunur. Hər ikisi Azərbaycanın hansı rayonunda cəmlənib? Daşkəsən rayonunda. Belə. Əlvan metallardan alüminium, qara metallardan da dəmir Daşkəsən arasındadır. Bu bizim filiz faydalı qazıntılar. İndi isə qeyri-filiz faydalı qazıntılar. Qeyri-filiz faydalı qazıntıları da bir neçə qrupa bölə bilərik. Məsələn, qiymətli daşlar var. Qiymətli daşlar Respublikamızın Qubadlı rayonu ərazisində mövcuddur. Əqiq ehtiyatı, Göygöl rayonu ərazisində mövcuddur. İşıq düşəndə parıldayar deyə. Lazer sən bizə yox olur gedirik. Necə? Neçə il keçmisən? Şu Fəridə, sən o Fəridə, lazerincə getdi də. Fəridə, Bunda ne iş? Fəridə. Aha. Nəsə demək istəyirsən, Fəridə? Yox, xeyr, mənim əlimdə. Ha, yaxşı. Biz bilmədiyinə danışırdın, amma dedim bəlkə dərslə bağlıdır.
Demək, qeyd elədik burada Daşkəsən ərazisində 2 dənə mühüm filiz yatağı var. Xüsusilə onların adını yadımızda saxlamalıyıq. Biri oldu alüvinit ehtiyatı, digəri isə nə ehtiyatı idi? Dəmir filizi ehtiyatı. İkisi də Daşkəsəndədir. Yaxşı. Bu filiz ehtiyatları yekunlaşdı. Başladıq digər metallara. Dedik, qiymətli daşlar var. Əqiqə ehtiyatı Qubadlı rayonunda, Göygöl rayonumuzda mövcuddur. Sonra tikinti materialları Respublikamızın bir çox bölgələrində rast gəlinə bilər. Xüsusilə əhəng daşı görürsünüz şərti işarəsini buradan. Demək, həm Böyük Qafqazda, həm Kiçik Qafqazda əsasən geniş yayılıb. Sonra mərmər ehtiyatı. Mərmər ehtiyatı Azərbaycanda yenə bir çox ərazilərdə rast gəlinə bilir. Deyəsən Quba. Qubada, bəli. Qubada Orada əvvəllər deyəsən qeyd olunurdu ki, rəngi çəhrayı var. rəngdə mərmər mövcuddur bu hissə. Sonra Respublikamızın Daşkəsən ərazisində demək, ağ rəngdə mərmər, ağ Bir dənə rəngdə. də qara Qara var. olan isə Naxçıvan ərazisində idi. Naxçıvandır. Yanlış. Aydındır? Bəli. Yaxşı. Demək, mərmər ehtiyatı işarəsində gördünüz də nə işarəsidir? Rombun ən böyük diaqonalı çəkilib mərkəz hissədən. Demək, bu mərmər ehtiyatı sonra digər tikinti materiallarından biz preliti deyə bilərik. Prelit ehtiyatı Kəlbəcərdə əsasən yayılıb. Bundan izolyasiya material kimi istifadə olunur. Bəzən binaların inşasında ağır betonları yüngülləşdirmək və yaxud məsələn səs və ya digər nəm və s. keçirməmə qabiliyyəti var. Yəni onların qarşısını alır. Bəzən də torpağa qatırlar, kənd təsərrüfatında istifadə edirlər. Bu da nə üçün istifadə olunur? Bəzən torpağa qatıldıqda əsasən torpaqda havanın və suyun yaxşı keçməsinə səbəb olur torpağa. Bu da bitkilərin yaxşı inkişafını təmin edir. Deməli, həm tikintidə, həm də kənd təsərrüfatında istifadəsi mümkün olan bir təbii ehtiyatdır. Sonra gil ehtiyatı Respublikamızın demək olar ki, hər yerində rast gəlinə bilər. Bizdə ən kasıb dağlar Talış dağlarıdır, amma orada gil ehtiyatı orada da mövcuddur. Gil, yəni geniş əraziyə yayılıb. Bu gildən bir ehtiyat xüsusidir. Qazax rayonunda yerləşən bentonit gil yatağı, yuxarı Ağcakənd kəndində olan. Həmin gil yatağı o da davamlı olan bir gildir, bentonit gili. O zaman o səbəbdən ondan metal qəliblərinin hazırlanmasında istifadə olunur. Nədir metal qəliblərinin hazırlanma prosesi? Biz bilirik ki, məsələn, metallar əridildikdən sonra müəyyən bir formaya salınmağa çalışılır. Məsələn, bir alət düzəldilir. Deyək ki, məsələn, necə bəlkə qədim filmlərdə görmüşsə, dəmiri əridib qılınc düzəldirdilər. Təbii ki, o isti dəmiri nəyinsə üstünə tökürlər. Gildən məsələn qab düzəldirdilər. Dəmiri tökürdülər içinə. Dəmir yayılırdı maye halında. Sonra soyuyub bərkirdi. Başlayırdılar sonra onu qırıb, qoparıb cilalamağa. Təbii ki, biz dəmiri 1500 dərəcədə əridib alüminium qabın içərisinə töksək, onu əridər. Və yaxud dəmirin içərisinə töksək, yapışar bir-birinə, qopmaz təbii ki. Yəni bu səbəbdən gilin içərisinə tökürlər. Onu nə formaya salmaq istəyirlərsə o dəmiri, yəni nə cür bir şey düzəltmək istəyirlərsə, əvvəlcədən onun qabı hazırlanır. Sonra dəmir onun içinə töküləndə yayılır onun içinə, həmin qabın formasını alır. Necə ki, şirniyyat bişirəndə, şirniyyat istehsalında bu xüsusiyyətdən əsasən istifadə olunur. Deyək ki, məsələn, keksin qıraqları niyə qırt-qırt olur? Çünki onun qabı elədir. Demək, bu gildən məhz o məqsədlə istifadə olunur. Qazax rayonunda yerləşən bentonit gilindən. Sonra qum ehtiyatı misal göstərə bilərik. Azərbaycanda Hacıvəlli hökməli kvars qumları qumdan çevrilmiş bir suxurdur. Şüşə istehsalında əsasən istifadə olunur bu qum ehtiyatı. Digər bir məsələn tikinti material kimi biz Kəlbəcər və Naxçıvan ərazisində demək travertin ehtiyatını qeyd eləyə bilərik. Gəldi indi kimya sənayesində istifadə olunan bəzi təbii sərvətlərə. Onlardan biri kükürtdür. Çıraqdərə toğunalı Azərbaycanın demək Murov dağ silsiləsinin şimal hissəsində yerləşən təbii sərvətlərini məhz buna nümunə göstərə bilərik. Sonra duzlardır. Xörək duzu, çökmə və demək daş duz ehtiyatı var. Daş duz Naxçıvanda Şərur rayonunun əsasən şimal-qərb hissəsində yerləşən, məsələn, Nehrəm duz və s. Burada həmçinin bronxial xəstəliklərin müalicəsində də istifadə olunur bu duz mağarası. 300 metr dənliyə yaxındır təxminən dənliyə. Eyni zamanda 128 nəfər orada istirahət edə bilir. Bir də çökmə duz var. Bu Abşeron göllərindən istismar olunan duzdur. Sonra seolit ehtiyatı var. Seolit ehtiyatı Respublikamızın Tovuz rayonundadır. Demək, bundan da gübrə kimi də istifadə oluna bilir. Kimya sənayesində gübrə istehsalında əsasən istifadə edirlər bu məhsulu.
Digər ehtiyac sement xammalıdır. Sement xammalı Respublikamızın Qaradağ rayonunda, yenə Tovuz rayonunda əsasən rast gəlinən bir təbii sərvətdir. Birdən uşaqlar bu dolomiti qeyd etməmişəm şərti işarələrdən. Görürsünüz ki, Azərbaycanda Naxçıvan ərazisində dolomit ehtiyatına rast gəlinir. Dolomit gips kimi ehtiyatları tanıyırsınız. Gips isə Goranboy rayonunda əsasən yuxarı Ağcakənd kəndindədir. O da tikinti material kimi istifadə olunan bir təbii sərvətdir. Bunları qeyd etdik. Qaldı bizdə bir dənə əsas qeyd olunmalı məsələ. O da bizim nəyimizdir? Mineral su mənbələrimiz. Mineral su ehtiyatlarımız. Mineral su ehtiyatlarına niyə mineral su ehtiyatları deyirlər? Çünki onun içində minerallar var. Yəni qaz və duz olan suya, tərkibində qaz və duz olan suya mineral sular deyirlər. Əgər temperaturu yüksəkdirsə buna termal sular deyirlər. İsti sular. Niyə bizdə termal sular çoxdur? Çünki biz seismik ərazidə yerləşirik. Azərbaycanda ən məşhur termal su harda yerləşir? Şurada. Harda? Naxçıvanda. İsti su. Hardadır? Kəlbəcərdə isti su. Bəli, Sonra turşu. Respublikamızın cənub bölgəsində Lənkəran və Masallı rayonlarında da isti su var. Bəlkə Masalda hansısı olub bilmirəm. Demək, bizdə müxtəlif yerlərdə belə termal sular səthə çıxa bilər. Bundan başqa mineral suları biz qeyd eləsək, Azərbaycanın ən məşhur mineral bulaqları Naxçıvandadır. Məhz bu səbəbdən Naxçıvan Mineral Bulaqlar Muzeyi sayılır. Respublikamızın Badamlı mineral bulağıdır, Sirab mineral bulağıdır, Vayxırdır, Darıdağdır. Bu kimi mineral bulaqlar Naxçıvan ərazisində rast gəlinir. Bu səbəbdən dediyimiz kimi Naxçıvanın Mineral Bulaq Muzeyi deyirlər. Yenə Kiçik Qafqaz ərazisinə gəldik. Şuşada turşusu və şırlan. Çox istifadə olunur. Ondan yadınızda saxlayın. Şuşadadır. Turşusu və şırlan. Sonra Laçında məsələn Minkənd var. Sonra digər Respublikamızın cənub bölgəsində əsasən belə adlar gəlsə, Qotursu, Ərkivan, Donuzutən, İstisu, Meşəsu kimi bu Respublikamızın cənub bölgəsində Lənkəran, Masallı kimi ərazilər əsasını əhatə edir. Gəldik Bakı ərazisinə. Bakıda demək Şıx və Suraxanı. Suraxanı mineral bulaqlardır. Bəlkə olmusunuz Qalaltı mineral bulağında. Hansı rayon ərazisini əhatə edir? Şabranı. Taşıdır, Cimidir, Xaltandır. Bunlar üçü Qubada yerləşir. Bunları bir yerdə əzbərləmək lazımdır. Demək, Xaltan, Cimi, Xaşı Respublikamızın hansı rayonunu əhatə etdi? Quba rayonu, bəli. Xaltan, Cimi, Bir Xaşı. də Oğuzda xalxal var. Bəli, indi onları qeyd edəcəyik. Oğuzda bəli xalxaldır. Qəbələdə hansıdır? Bum. İllisu harda yerləşir? Qaxtan. Baxdadır. Bunlar əsas testdə düşmə ehtimalı olan hissələrdir. Bəs İsmayılı rayonunda hansıdır? Bədo. Bədodur. Şamaxıda da Çuxuryurd adında mineral bulağımız var. Gəlin bir də üstündən təkrarlayaq. Meşəsu, Qotursu, Ərkivan, Donuzutən. Bölgəmizdə bəli. Şıx Suraxanı. Bakı. Bəli. Sonra Qalaltı. Şabran, Xaltan, Cimi, Xaşı. Quba, Bum, Qəbələ, Xalxal, Oğuz. İllisu. Qax, Qax. Bəli. Minkənd, Laçında. Laçında. Turşusu, Şırlan. Şuşada. Şurada. Şuşada. İstisu. Kəlbəcərdə. Bir də Kəlbəcərdə. Masal. Badamlı, Sirab, Vayxır, Naxçıvan, Darıdağ Naxçıvan. Respublikamızın demək Naxçıvan ərazisində yerləşir. Bunlar da bizim mineral bulaqlarımızda. Əsasən bu istiqamətdə suallar çox düşəcək. Yəni bunları indi saydıqlarımız gərək siz yadınızda saxlayasınız hansılardır və niyə məhz bu ərazilərdə bu tip təbii sərvətlər yayılıb onları gərək gələndə yazacaqsınız. Yəni növbəti dərsimiz Azərbaycanın geoloji quruluşundan sonra gələn mövzunu işləmək. Hansı ki mineral ehtiyatları. Səhifəsini deməyə ehtiyac varmı? Ehtiyac varmı deyim ki, yəni konkret hansı səhifədə yerləşir? Geoloji quruluşdan sonra, 84-dən yaxşı. sonra. Alo. 94. Aha, indi kiminsə sual var idi səhvim. Nəsə demək istəyirdi. Buyurun. Mənim 9-cu sinif kitabındadır. Bu onun 10-cu sinifin dərsliyindədir.
onun sinif dərsliyində göndərmişəm sizə. Oradan yəni səhifəli vərəqləyib oxuya bilərsiniz. İndi mən hal-hazırda Mənə bir dənə 10 sinif dərsliyini oxuyaq. oradan əslində sən elə onun sinifdəsən, yəni onun sinif yetərlidir. Digər 11-ci sinif abituriyentləri biraz əlavə məlumat kimi oxuya bilərlər. Ola bilər bəzi məlumatlar onun sinif dərsliyində olmasın. Sualları yəni araşdıranda, məsələn, burada onun sinif dərsliyində bax gördüyünüz kimi bu təbii sərvətlərin yataqları yerləşdiyi rayonlar öz əksini tapıb. Yəni bizə bir çox, yəni sualın cavabının tapılmasında yetərli, yəni səhifə məhz bu səhifədir, bu cədvəldir. Aydındır? Bəli, müəllim. Aha. Uşaqlar, bir də burada qeyd olunmayan bir şey qeyd edeyim mən sizin üçün. Azərbaycanda həm də yod ehtiyatı mövcuddur. Yod ehtiyatı Respublikamızın Neftçala rayonunda, bir də Abşeron ərazisində mövcuddur. Neftçalada Xıllıdır, demək Babazanandır. Sonra Abşeron ərazisində dedik, yayılıbdır. Bunları Mişovda, məsələn, Neftçala ərazisində. Bunları yadınızda saxlayın, yod ehtiyatı. Ki, Azərbaycanda yod düşsə, bilin ki, Respublikamızın Kür çökəkliyində, bir də harda yayılıb? Abşeron ərazisində. Yod ehtiyatımız bu. Neftçala bir də Abşeron. Bəli, Neftçala bir də Abşeron ərazisi. Bir də bu cədvəlləri əzbərləməlisiniz. Yəni bu hissələri. Bu filiz ehtiyatları bura qədər. Qaldı digər hissələr, kimya sənayesinin xam malı olan ehtiyatlarımız və tikinti materialları. Belə. Bugünlük mövzumuz bu qədər. Gələn dərsimiz Azərbaycan Respublikasının təbii sərvətləri, mineral ehtiyatları mövzusudur. Həm yəni yazacağıq onu, həm də ki, təbii ki, müzakirə eləyəcəyik. Gözəl. Aha. Başqa nə sualınız var? Zəhmət olmasa buyurun. Müəllim yoxdur. Çox sağ olun. Sınaq və sair var idi mi bizim? Olmaz. Uşaqlar, bu bazar sizə sınaq göndərəcəm. Bax, sınağa hazırlaşın. Xüsusilə litosfer bölməsinə qədər bütün mövzuları təkrarlayın ki, bax, sınağı yazanda bir problemimiz olmasın. Yaxşımı? Oldu mən. Oldu. Sağ olun. Növbəti dərs görüşək. Sualınız Sağ olun. Sağ olun. Güzel. Sağ olun. Salamat. Gecəniz Sağ xeyir. olun, müəllim. Sağ Sağ olun. olun.